Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Buyurur ki, bir iman libasın, paltarın köhnəldiyi kimi köhnəlir. İmanınızı yenileyin. Bu budur. Adam məsələn 5 il bundan qabaq aldığı paltarla gəzmək istəmir. Amma 15 il bundan qabaq geyindiyi iman libasıyla dolanır. Sonradan da deyir, belə oldu, belə oldu. Onun bir insan çalışmalıdır ki, o dediyi, o gündəlik, o ki, budur, imanı təzə saxlamaq, tazə saxlamaq. Məsələn, o növlü ibadətlər var. Məsələn, növlü ibadətlər, yəni tutaq ki, məsələn, həmişə səcdədə deyirəm ki, Subhan Rabbiyəl A'lə, Subhan Rabbiyəl A'lə. Bir dənə şey öyrəndim ki, o Subhan Rabbiyəl A'lə ilə birlikdə Subhanəkallahumma və bihamdik Allahumma xfirli. Bu da əlavə edə bilərsən. Və məsələn, hansısa bir sünnə əməldə, yəni növlü ibadət, sünnə bir əməl. Alimlər deyirlər ki, orada fayda nədir? Fayda odur ki, ibadəti canlı saxlayır. Elə bil ki, sən məsələn, tutaq ki, arada bir, məsələn də sünnədə gəlir, normalda neçə yerdə əlinizi qaldır? 4 yerdə. Onun sünnədə gəlib ki, hər təkbirdə əlləri qaldır. Səzdəyə gedəndə də Allah, səzdədən qalxanda da Allah var. İkinci səzdəyə gedəndə də, ikinci səzdədən qalxanda da. Bəzən belə elə, sünnədə gəlir. Niyə? İbadəti canlı saxlamaq üçün. Bir var ritual kimi, daima hər şey fikir verirsiniz. Hətta bu növlü ibadətlərdə bu faydaya var, ibadəti canlı saxlamaq üçün. Ona görə İbn Hüseyn rəhmətullah aleyh deyir ki, deyir, qafil insan o insandır ki, o ibadətini adətə çevirir. Aqil, oyaq insan o insandır ki, o adətini ibadətə çevirir. Adəti, məsələn, bizim normalda çay süfrəsində yığışmaq adətdir də. Amma ibadətə çevirmək. Oyaq insan bir adəti ibadətə çevirir. Vallahi hətta evə adi bazarlıq eləyəndə belə niyyətində o olsun ki, elhamdülillah halalımdan evimə mən əli dolu gəldim. Bunu ürəyindən keçir. Bunu sən 1 dəfə, 2 dəfə, 5 dəfə eləyəndən sonra, ondan sonra heç ürəyindən keçirmək ehtiyac olmayacaq. O ki, əli dolu gələcəksən, o elə bir ki, ürəyindən axacaq və onun şirinliyini dadacaqsan. Sələfdən biri deyir ki, hətta deyir, mən evinin zibilqabıya atanda niyyətim, zibili atanda niyyətim var idi. Hətta zibili atmağımı ibadətçi sevdirdi.